Demək, yanacaq dondurma məntəqəsinə daxil olmamışdan qabaq sürücü bilməlidir ki, yanacaq bakımın qapağı hansı tərəfdədir? İlk dərsdə sizə öyrətmişdim. Yadınıza gəlir? Sükanı bir geri qaytarın, görəcəksiniz. Düzdür? Əhsən. Sağda yerləşdiyini bilərək gəlmişik sağdan olan benzin kolonkanın yanına. Düzdürmü? Park eləyin, zəhmət olmasa. Avtomobilinizi söndürün, zəhmət olmasa. Aysa, bunu mütləq, buyurun, aça bilərsiniz. Hə, yanacaq, yox, bu bəzi maşınlarda, hə, özümüz açırıq. Bəzi maşınlarda isə öz avtomatik açılır. Baxın, güzgüdən də görməlisiniz, şlanq taxılıb və yanacaq gedir. Buradan da kolonkada baxırsınız ki, həm manatını, həm litrini göstərir. Buna da diqqət eləməlisiniz, mütləqdir. Və yanacaq bitəndə sürüb getmək olmaz. Kolonkaya baxdım, hə, bitdi, vəsə. Şlanq qaldı, taxılı qaldı. O qədər gözləməlisiniz, güzgüdən baxmalısınız ki, şlanq çıxarılsın, bakınızın qapağı bağlanılsın, sonra mühərriki işə salasınız. Yəni, yanacaq doldurula mühərriki işə salmayın. Alışma baş verə bilər, hər hansı bir başqa bir hadisə baş verə bilər. Allah qorusun, bu sizin təhlükəsizliyinizdir.